Belə müəllimlər, ya Allah, ya Məmməd, ya Allah. Bu günləri müəllimlər sizlərə fe'li birləşmə ilə bağlı olan testlərin izahını təqdim eləyəcəm. Deməli, Dövlət İmtahan Mərkəzi 2023-cü il test toplusu 2-ci hissədən fe'li birləşmə ilə bağlı olan testlərin izahına baxırıq. Deyir, aslı tərəfi fe'li bağlama olan söz birləşməsini müəyyən edək. Bir şey deyim ki, söz birləşmələrində istəyir söz birləşmə ismi birləşmə olsun, istəyir fe'li birləşmə, fərqi yoxdur. Onların aslı tərəfi birinci tərəfdir, əsas tərəfi ikinci tərəfdir. İndi deyir, aslı tərəfi fe'li bağlama olsun. Yəni birinci tərəfi nə idi? Aslı birinci tərəfi idi də, düzdür? Əsas ikinci tərəfi idi. Yəni birinci tərəfi aslı tərəfi, birinci tərəfi fe'li bağlama olsun. Uşaqları soruşmaq, birinci tərəfi uşaqdan soruşmaq. Bax, birinci tərəfi uşaqdandır. Aslı tərəfi bunun nədir? Uşaq isimdir. Yəni bunun aslı tərəfi isimlə ifadə olunur. Uşaq isim də axı ona görə A olmaz. Nazlana gəzmək. Bu söz birləşməsinin aslı tərəfi birinci tərəfi təbii ki nazlana və bu fe'li bağlamadır. Çünki AA şəkilçisi fe'li bağlama şəkilçisidir. Cavabımız B bəndidir. Vətəni sevməkdə aslı tərəfi vətən ismidir. Deyilənləri müzakirə etməkdə aslı tərəfi deyilənləri fe'li sifətidir. Həyatda yaşamaqda aslı tərəfdə həyatda ismidir. Belə. Sonra ikinci fe'li birləşməni müəyyən edək. Fe'li birləşmənin hardan bilinən fe'li birləşmədir, hardan bilinən isim birləşmədir. Ümumiyyətlə söz birləşməsinin, yəni ismi yox da fe'li birləşmə olduğunu tanımaq üçün onun əsas tərəfinə, ikinci tərəfinə baxmaq lazımdır. Əgər əsas tərəfi adlarla ifadə olunsa, ad deyəndə nə nəzərdə tutulur? İsim, sifət, say, sonra əvəzlik, zərf. Adlarla ifadə olunsa, ikinci tərəf, əsas tərəf yəni. Onda deyəcəm, o ismi birləşmədir. Amma əsas tərəfi fe'lin təsriflənməyən formaları olan məsdər, fe'li sifət, fe'li bağlama ilə ifadə olunsa, ona deyəcəm fe'li birləşmə. İndi baxalım. Kütləvi hərəkatda əsas tərəf hərəkat da isimdir. Yəni əsas tərəf isimlə ifadə olunduğuna görə ismi birləşmədir. Elmi əsərdə əsas tərəf əsər isimlə ifadə olunduğuna görə ismi birləşmədir. Tarix şəxsiyyəti əsas tərəf şəxsiyyət isimlə ifadə olunduğuna görə ismi birləşmədir. Dairə meydanda əsas tərəf meydan isimlə ifadə olunduğuna ismi birləşmədir. Rəqsi bitirmək. Baxın, əsas tərəfə bitirmək, maqmək, məsdərlə ifadə olunub deyə rəqsi bitirmək fe'li birləşmədir. Cavabımız E bəndi. Aslı tərəfi, yəni birinci tərəfi, hərəkətin obyektini bildirən məsdər birləşməsini müəyyən edək. Yəni, aslı tərəfi hərəkətin obyektini bildirəcək, əsas tərəfdə məsdər olacaq. Baharı qarşılamaqda nəyin üzərində iş görülüb? Baharın. Əsas tərəfi qarşılamaq, məsdərdir. Aslı tərəf isə bahardır və hərəkətin obyektini bildirir. Yəni, qarşılamaq nəyin üzərində iş görülüb? Baharın üzərində iş görülüb. Yəni, burada məsdər birləşməsidir qarşılamaq. Maqmaq məsdər şəkilçisidir. Baharı qarşılamaq məsdər birləşməsidir və onun asıl tərəfi bahar obyektdir. Yəni hərəkətin qarşılamağın obyektini bildirir. Cavabımız elə bəndir. B niyə olmadı? Tamaşaya baxanda bunun əsas yəni məsdər birləşməsi deyil, çünki baxan anən fe'li sifət şəkilçisidir. Ona görə məsdər birləşməsi deyil. Müəllimin danışmağı bu ismi birləşmədir. Danışmaq burada məsdərdir, bəli. Amma burada hərəkətin subyektini bildirmir. Çünki müəllim burada hərəkətin obyektini bildirmir. Çünki burada müəllim subyekti, ona görə olmaz. Uşağı güldürdükdə. Baxın, burada məsdər birləşməsi deyil, güldürdükdə fe'li bağlama birləşməsidir. Çünki güldürdükdə, dıqda fe'li bağlama şəkilçisidir. Ona görə olmaz. Soyuqdan donmaq. Burada da məsdər birləşməsidir və bunun aslı tərəfi soyuqdan sözü. Yəni səbəbin bildirir. Donmağın səbəbi nədir? Soyuqdan. Bu səbəb bildirir. Hərəkətin obyektini bildirmir. Fe'li birləşməni müəyyən edək. Fe'li birləşmənin əsas tərəfi məsdər fe'li və fe'li bağlama ilə ifadə olunur. Etiraz etmək. Ümumiyyətlə etmək, eləmək, olmaq birləşmə yaratmırdı. A bəndi olmaz. Dost olmaq. Burada da söz birləşməsi deyil. Yaratmaq həvəsi. Baxın, bunun əsas tərəfinə baxıram. Həvəs isimdir. Yəni bunun əsas tərəfi adlarla ifadə olunduğuna görə bu ismi birləşmədir. Fe'li birləşmə deyil. Kitabı oxumaq. Əsas tərəfi oxumaq. Məsdərlə ifadə olunduğuna görə kitabı oxumaq fe'li birləşmədir və bu fe'li birləşmənin məsdər birləşməsidir. Əsas tərəfi məsdərlə ifadə olunur. Cavabımız B bəndi. Kömək etmək söz birləşməsi yaratmır. D də deyil. Biri fe'li birləşmədir. Fe'li birləşmənin əsas tərəfi məsdər fe'li və fe'li bağlama ilə ifadə olunur. Amma yəni əsas tərəfi, yəni ikinci tərəfi. Dağları dumanı. Duman isim olduğuna görə isim birləşmədir.
Soyumuş hava. Hava isim olduğuna görə soyumuş hava ismi birləşmədir. Xoş söz. Söz isim olduğuna görə xoş söz ismi birləşmədir. Çiskinli dağlar. Dağlar isim olduğuna görə çiskinli dağlar ismi birləşmədir. Hava soyuduqca. Hava soyuduqca da soyuduqca feili bağlama şəkilçisi olduğuna görə hava soyuduqca feili birləşmədir. Cavabımız E bəndi. Feili birləşməni müəyyən edək. Feili birləşmənin əsas tərəfi məzdər, feil və feili bağlama ilə ifadə olunur. Kömək etmək. Etmək yarım müstəqil olduğuna görə söz birləşməsi deyil ümumiyyətlə. Şəhərdə yaşamaq. Yaşamaq məzdərdir. Ona görə şəhərdə sözünə birlikdə feil birləşmə yaratır. Yəni şəhərdə yaşamaq məzdər birləşməsidir, yəni feil birləşmə. Cavabımız B bəndi. Yaza bilmək. Bilmək A-aya qoşulanda feil birləşmə yaratmır. Söz birləşməsi olmur yəni. Oturub durmaq. Söz birləşməsi ömrü billah defisdən yazıla bilməz. Ona görə D də deyil. Düşünüb daşınmaq bu da söz birləşməsi deyil. E bəndədir. Ümumiyyətlə söz birləşmələri hər zaman ayrı yazılır. Heç vaxt bitişik yaxud da defisdən yazıla bilməz. 7-ci sual. Dostum anasına kömək edən oğlanı göstərdi. Cümləsinə feili sifət tərkibi sınaqlı vəzifəsi nədir? Dostum anasına kömək edən oğlanı göstərdi. Nə etdi? Göstərdi. Xəbər. Kim göstərdi? Dostum göstərdi. Mübtada deməli kimi göstərdi? Oğlanı göstərdi. Tamamlıq. Hansı oğlanı? Anasına kömək edən. Bu da təyin. Baxın. Anasına kömək edən anam feili sifət tərkibidir və hansı sualına cavab verdiyinə görə təyin olub. Cavabımız D bəndi. Feili birləşmələrin tabeedici tərəf. Tabeedici tərəf deyəndə əsas tərəf nəzərdə tutulur. Feili birləşmə tabeedici tərəfi nə ilə ifadə olunur? Yəni əsas tərəfi nə ilə ifadə olunur? Feili birləşmə tabeedici tərəfi, yəni əsas tərəfi məzdər, feili sifət və feili bağlama ilə ifadə olunur. Yəni feilin təsvirlənmə formaları ilə də cavabımız A bəndi ona görə. Dağdan enəndə feili birləşməsində tabe tərəf artıq aslı tərəfdir. Aslı tərəf. Tabe tərəf hansı nitq hissəsi ilə ifadə olunmuşdur? Dağdan enəndə aslı tərəf dağdır, dağda isimdir. Cavabımız E bəndi. 10-cu sual. Deyir ki, nümunədəki feili birləşmələrin növünü və onların hansı cümlə üzvü olduğunu müəyyən edək. Fəqət səndən gen düşəndə, ayrılıq məndən düşəndə, saçlarına dən düşəndə, boğar aylar illər məni, qınamasın illər məni. Nə boğar? Aylar boğar. Nə boğar? İllər boğar. Nə zaman aylar illər məni boğar? Fəqət səndən gen düşəndə, andan da feili bağlama tərkibi. Nə zaman aylar illər səni boğar? Ayrılıq məndən düşəndə, bu da feili bağlama tərkibi. Nə zaman aylar illər məni qovar? Saçlarına dayan düşəndə. Bu da hamısı feili bağlama tərkibidir. Andan da çünki feili bağlama şəkilçisidir. Və nə zaman sualına cavab verdiyinə görə zaman zərflidir. Cavabımız B bəndi. Feili birləşmə hansıdır? Deməli, əsas tərəf məzdər, feil və feili bağlama ilə ifadə olunursa, feili birləşmədir. Baxın, əsas tərəfi böyüyə hörmət etmək. Hörmət etmək bir söz, əsas tərəfi məzdər ifadə olunur. Böyüyə sözünə birləşib və feili birləşmə yaradır. Bəli, cavabımız elə bəndi. Kömək etməkdə etmək yarım müstəqil olduğuna görə, yəni burada bir müstəqil söz var da, söz birləşməsi olmağına görə iki müstəqil olmalıdır axı. Etmək yarım müstəqil olduğuna görə söz birləşməsi yaratmır. Məşğul olmaqda olmaq yarım müstəqil olduğuna görə söz birləşməsi yaratmır. Kömək etmə arzusunda söz birləşməsidir, amma əsas tərəfi arzu isimlə ifadə olduğuna görə bu ismi birləşmədir, feili birləşmə deyil. Qohum olmaq yarım müstəqil olduğuna görə söz birləşməsi deyil. Cavabımız A bəndi. Əsas tərəfi təşkillənməyən feillə ifadə olunan söz birləşməsi. Yəni məzdər, feil sifət, əsas tərəfi məzdər, feil və feili bağlama ilə ifadə olunan söz birləşməsi. Kövrək addımda əsas tərəf addım ismi ilə ifadə olunduğuna görə bu deməli təşkillənməyən feil deyil, yəni isimlə ifadə olunur. Təşkillənməyən feilə məzdər, feil və feili bağlamadır. Ona görə A olmaz. Qürbətdən gələn, əsas tərəfi gələn, feili sifətdən ifadə olunduğuna görə qürbətdən gələn nədir? Feili sifət tərkibidir. Dağlarda döyüşdə döyüş isimdir. Yəni bu təşkillənməyən deyil. Təşkillənməyən məzdər, feil və feili bağlamadır. Döyüş isə isimdir. Ona görə B bəndidə əsas tərəfi təşkillənməyən feillə ifadə olunmayıb. Sənin həyatın, əsas tərəf həyat ismi ilə ifadə olunub. Təşkillənməyən feillə ifadə olunmayıb. Dərsin sonu, əsas tərəf deməli son yəni zərflə ifadə olunub. Yəni bu təşkillənməyən deyil. Təşkillənməyəndən məzdər, feil və feili bağlamadır. Burada baxın E-yə. Dərindən düşünən, əsas tərəfi düşünən feili sifətdən ifadə olunub. Ona görə dərindən düşünən feili birləşmədir. Uzaqdan görünən feili sifətdən ifadə olunub. Ona görə uzaqdan görünən feili birləşmədir. Yəni əsas tərəfi məzdər yox, feil sifətdən ifadə olunub. Yəni təşkillənməyən feildən ifadə olunub. Cavabımız ona görə E bəndidir. Hansı cümlədə feili bağlama tərkibi işlənməmişdir? İşlənməyib deyir. Şahid ifadələrlə tanış olmadan heç nə deyə bilmərəm. Nə edə bilmərəm? Deyə bilmərəm. Xəbər. Nə deyə bilmərəm? Heç nə. Mübtada. Nə zaman heç nə deyə bilmərəm?
Ya daha doğrusu necə heç nə deyənmərəm. Şahid ifadələrlə tanış olmadan. Madam mədən feili bağlama şəkilsidir. Deməli feili bağlama tərkibi yaradıb burada. A bəndə getdi. İşlərini tamamlayaraq evdən çıxdı. Nə etdi? Çıxdı xəbər. Necə evdən çıxdı? İşlərini tamamlayaraq. Bu da feili bağlama tərkibidir. Burada da var. Elxan utanaraq başını aşağı dikdi. Nə etdi? Başını aşağı dikdi. Xəbər. Kim başını aşağı dikdi? Elxan mübtada. Elxan başını aşağı dikdi. Necə nətərdə utanaraq. Burada feili bağlama işlənsə də tərkibi işlənməyib. Cavabımız ona görə C bəndidir. Hansı cümlədə feili bağlama tərkibi işlənmişdir? Feili bağlama tərkibi işlənmişdir. Onlar yağış kəsməyincə mağaradan çıxmadılar. Nə etmədilər? Çıxmadılar. Xəbər. Kim çıxmadı? Onlar mübtada. Haradan? Mağaradan zərflik. Necə mağaradan çıxmadılar? Daha doğrusu nə vaxta qədər mağaradan çıxmadılar? Yağış kəsməyincə. Yəni yağış kəsməyinə qədər də zərflik. Və bu zərfliyimiz nə ilə ifadə olunur? İncə feili bağlama şəkilçisidir bu. Deməli feili bağlama tərkibi ilə ifadə olunur. Belə cavabımız A bəndi. Sonra nümunədəki feili birləşmənin növünü və sintaktik vəzifəsini müəyyən edək. Feili birləşmənin həm növünü müəyyən edək, həm də sintaktik vəzifəsini. Sahilə çıxmaq üçün motorlu qayığa mindi. Nə etdi? Mindi xəbər. Nəyə mindi? Qayığa tamamlıq. Necə qayığa? Motorlu qayığa təyin. Nə məqsəddən motorlu qayığa mindi? Sahilə çıxmaq üçün. Bu da məqsəd zərfliyi. Məqsəd zərfliyidir və sahilə çıxmaq, məstər tərkibidir. Və cümlədə məqsəd zərfliyi rolunda çıxış edib. Məstər tərkibi cümlədə məqsəd zərfliyi rolunda çıxış edib. Cavabımız E bəndir. Hansı cümlələrdə feili bağlama tərkibi işlənmişdir? Hansı cümlələrdə feili bağlama tərkibi nə etmişdir? İşlənmişdir. Feili bağlama tərkibi. Oğlanları onun məsləhətini unudur, özləri istədiyi kimi yaşayırdılar. Nədir? Unudur. Nəyi unudur? Məsləhəti tamamlıq. Onun məsləhəti tamamlıq. Kim? Oğlanları mübtada. Özləri istədiyi kimi yaşayırdılar. Nə edirlər? Yaşayırdılar. Xəbər. Kim? Özləri mübtada. Necə nətərdə istədiyi kimi. Burada feili bağlama tərkibi ümumiyyətlə yoxdur. Feili bağlama tərkibi olmağına görə birincisi onun şəkilçisi olmalıdır. Baxın. 2-yə baxaq. Köroğludan bu sözü eşidərkən bütün dəlillər nərə çəkdilər. Nə etdilər? Nərə çəkdilər. Xəbər. Kim nərə çəkdi? Dəlillər mübtada. Nə zaman dəlillər nərə çəkdi? Köroğludan bu sözləri eşidərkən. Arkan əkən feili bağlama tərkibidir. 2-də işlənib. Köroğludan bu sözləri eşidərkən feili bağlama tərkibidir. Arkan əkən çünki feili bağlama şəkilçisidir. 2-ni götürdük. Onlar tezdən atanan müdrik sözləri yada salır. Burada feili bağlama şəkilçisi olmadığına görə 3-də olmayacaq. Ertəsi gün səhər açılar açılmaz qardaşlar durub yola düşdülər. Nə etdilər? Yola düşdülər. Kim yola düşdü? Qardaşlar mübtada. Deməli, nə zaman yola düşdülər? Ertəsi gün səhər açılar açılmaz. Zaman zərfliyi və nə ilə ifadə olunur? Açılar açılmaz. Armaz, ərməz şəkilçisi, feili bağlama şəkilçisidir. Feili bağlama tərkibinə ifadə olunur. 4-ü də götürdük. Dan yeri ağarmağa başlayanda tarlaya işləməyə getdilər. Nə etdilər? Getdilər. Haraya getdilər? Tarlaya getdilər. Nə zaman dan yeri ağarmağa başlayanda? Feili bağlama tərkibi anda feili bağlama şəkilçisidir. Bir də 5. Dan yeri ağarmağa başlayanda feili bağlama tərkibidir. 2, 4, 5 A bəndi. Sonra deməli növbəti sual. Əsas tərəfi feili bağlama ilə ifadə olunan feili birləşmə hansı cümlədədir? Əsas tərəfi nə ilə ifadə olunsun? Feili bağlama ilə ifadə olunsun. O, məsələn, deyə baxaq, o danışdıqca kədərlənirdi. Yox, bu olmaz. Bura baxaq, deməli, hamı susub, dayanmışdı. Nə etmişdi? Dayanmışdı, xəbər. Kim dayanmışdı? Hamı. Mübtada. Necə dayanmışdı? Nə tərzdə dayanmışdı? Susub. Bunu götürmədik. Gələndə onu gördüm. Nə etdim? Gördüm xəbər. Nə zaman? Gələndə. Bu da, bax, feili bağlama işlərim, amma tərkib işləmir. Məsələn, burada susub da feili bağlamadır. Gələndə də feili bağlamadır. Feili bağlamanın özü işlənib. Amma tərkib işlənməyib burada. Biz yığışıb onu yaxşıca danladıq. Nə etdik? Danladıq. Xəbər kim danladı? Biz danladıq. Mübtada necə danladıq? Yığışıb danladıq. Bax, burada da feili bağlama işləm, amma tərkib deyil. Çünki biz sözü, məsələn, ondan əvvəlki feili bağlama şəkilçisi qəbul etmiş sözdən əvvəlki sözü müstəqil xəbərlə əlaqələndirə biləm. Fikir verin. Hamı susub dayanmışdı. Nə etmişdi? Dayanmışdı. Kim dayanmışdı? Hamı. Hamı dayanmışdı. Düzdür? Hamı dayanmışdı. Mən artıq hamı sözün. Yəni susub feili bağlama şəkilçisi qəbul etmiş sözün əvvəlindəki hamı sözün müstəqil dayanmışdı xəbərlə əlaqələndirə bildiyimə görə susuba tək sual verəcəm. Gələndə onu gördüm. Baxın, nə etdim? Gördüm. Kimi gördüm? Onu. Nə zaman gördüm? Gələndə. Gələndə tək sual verdiyimə görə bu da feili bağlamadır, amma tərkibi deyil. Biz yığışıb onu yaxşıca danladıq. Nə etdik? Danladıq. Danlayan kimdir? Biz. Bax, yığışıb feili bağlama şəkilçisi qəbul etmiş sözündən əvvəlki biz sözün müstəqil danladıq xəbərinə əlaqələndirə bildiyimə görə
Artıq biz sözü tərkibə daxil olmayacaq. Biz də anladıq. Biz mübtədadır. Necə də anladıq? Yığışıb. O danışdıqca kədərlənirdi. Nə edir? Kədərlənirdi. Xəbər. Kim daha kədərlənirdi? O mübtəda. Necə kədərlənirdi? Nə zaman kədərlənirdi? Daha doğrusu danışdıqca kədərlənirdi. Ne zaman kədərlənirdi? Danışdıqca kədərlənirdi. Deməli, sonra mən içəri girəndə o pəncərədən baxırdı. Nə edirdi? Baxırdı xəbər. Kim baxırdı? O baxırdı. O nə zaman pəncərədən baxırdı? Mən içəri girəndə. Bu da feili bağlama şəkilçisidir. Andəndə və feili bağlama tərkibi yaradıb. Özünün əvvəl sözləri özünə tabe edib. Cavabımız E bəndi. Hansı cümlədə əsas tərəfi feili sifətlə ifadə olan feili birləşmə var? Əsas tərəfi feili sifətlə ifadə olunsun. Burada D-yə baxaq. Şagirdləri dinləyən müəllim nədənsə çox narahat görünürdü. Nə edirdi? Narahat görünürdü. Xəbər. Kim? Müəllim narahat görünürdü. Mübtada. Hansı müəllim? Şagirdləri dinləyən. Bu da təyin. Baxın, dinləyən anəm feil sifət şəkilçisidir. Özündən əvvəlki şagirdlər sözünü özünə tabe edib, bütövlükdə bir hansı sualına cavab verib və tərkib yaradıb. Yəni feil sifət tərkibi burada şagirdlər dinləyəndir və təbii ki, əsas tərəfdə feil sifətdən ifadə olunub da dinləyən. Elə ona görə feil sifət tərkibidir. Cavabımız D bəndi. Hansı cümlədə əsas tərəfi feil sifətlə ifadə olunmuş feil birləşmə işlənib? Yəni əsas tərəfində feil sifət şəkilçisi olsun. Orada da C-yə baxaq. Çünki o yaxşı oxumağı, məsələn, maqmaq məstər şəkilçisi də olmaz. Yaxşı oxumağı bizi sevindirir. Nə edir? Sevindirir. Xəbər kimi bizi tamamlıq. Nə bizi sevindirir? Yaxşı oxumağın. Mübtadadır. Mübtadamız məstər tərkibini ifadə olunub. A getdi. Qaçanı qonmazlar. Kimi qaçanı tamamlıq. B də getdi. Burada təkcə feil sifət var. Feil sifət tərkibi yoxdur. Kənddə keçirdiyim günləri unuda bilmirəm. Nə edəmirəm? Unuda bilmirəm. Xəbər. Nəyi? Günləri tamamlıq. Hansı günləri kənddə keçirdiyim? Baxın. Dığı deyil, feil sifət şəkilçisi qəbul etmiş keçirdiyim sözü özünün əvvəlki kənddə sözünü özünə tabe edib, bütövlükdə hansı sualına cavab verib və feil sifət tərkibi yaranıb. Feil sifət tərkibi yaranıb. Və fikir verin, bu feili birləşmənin əsas tərəfi keçirdiyi dığı deyil, feil sifət şəkilçisi ilə ifadə olunub təbii ki, C bəndi. Müəllim lövhədə yaza izahat verirdi cümləsində feil birləşməsinin təqdir vəzifəsini müəyyən edək. Nə edirdi? İzahat verirdi xəbər. Kim? Müəllim izahat verdi mübtada. Necə izahat verdi? Lövhədə yaza. Bu da feil nə tərzdə lövhədə yazılır. Bu da zərflik. Tərz hərəkət zərfliyi. Yaza. Baxın, feili bağlama, feili birləşmədə yaza. Çünki yaza feili bağlama şəkilçisidir. Deməli, feili birləşmə yaradıb. Özündən əvvəlki lövhədə sözünü özünə tabe edib, bütövlükdə bir suala cavab verib. Necə sualına cavab verib və feili bağlama tərkibi yaradıb. Yəni, feili birləşmədir bu. Və feili birləşməmizi necə sualına cavab verib? Hərəkəti izah etdiyinə görə tərz hərəkət zərfliyi mövqeyində çıxış edib. Sonra 21-ci sual. Yalçın quşqonmaz qayaların döşünə sığınmış qala uzaqdan görünürdü. Nə edirdi? Görünürdü. Xəbər. Nə uzaqdan görünürdü? Qala, mübtada. Hansı qala? Yalçın quşqonmaz qayaların döşünə sığınmış. Baxın, mışmış şəkilçisi qəbul etmiş. Sığınmış sözü feil sifət şəkilçisidir. Özünə əvvəlki sözləri yalçın quşqonmaz qayaların döşünə sözlərini özünə tabe edərək bütövlükdə hansı sualına cavab verib, bir suala cavab verib və tərkib yaradır. Hansı qala? Yalçın quşqonmaz qayaların döşünə sığınmış qala. Hansı sualına cavab verdiyinə görə təbii ki, təyindir. Cavabımız D bəndi. Hansı birləşmədə aslı tərəf feildir? Yəni, aslı tərəf deyəndə birinci tərəf feildir deyir. Təbrizin küçələrində aslı tərəflər təbii ki, birinci tərəflərdir hamısında. Təbrizin küçələrində birinci tərəf Təbriz ismidir. Duman çəkiləndə birinci tərəf Duman ismidir. Vətən çağırır da ümumiyyətlə söz birləşməsi deyil. Dağlarda olarkən aslı tərəf dağlar ismidir. Yaşamaq yanğısında aslı tərəf yaşamaq feilidir. Cavabımız C bəndi. Sonra, hərəkətin səbəbini bildirən feili birləşmə hansı cümlədədir? Hərəkətin səbəbini bildirən feili birləşmə deyir. Hansı cümlədədir? Deməli, ekranda işıqlananda dəyişən aşıqlar göründülər. Ekran işıqlananda dəyişən aşıqlar göründülər. Nə etdilər? Göründülər. Kim göründü? Aşıqlar. Hansı aşıqlar? Dəyişən aşıqlar. Nə zaman ekran işıqlananda? Bax, feili birləşmə zaman zərfliyində. Nə zaman ekran işıqlananda? Feili bağlama tərkibi də andan nə şəkilçisi. Və feili bağlama tərkibi də nə zaman sualına cavab verib? Zaman zərfliyi mövqeyində çıxış edib. A bəndi getdi. Nərgizgülü qarın altından başını çıxarıb ətrafa boylanırdı. Nə edirdi? Boylanırdı. Nə? Nərgizgülü necə ətrafa boylanırdı? Qarın altından başını çıxarıb. Necə, nə tərzdə? Burada səbəb deyil, səbəbin bildirməlidir. Yaxınlıqdakı dayanacaqda
İki qoca oturub dərdləşir. Nedir dərdləşirdi? Necə dərdləşirdilər? Oturub dərdləşirdilər. Burada da deyil, səbəb deyil. Onlar xudahafizləşib ayrıldılar. Necə ayrıldılar? Xudahafizləşib ayrıldılar. Burada da səbəb deyil. Uşaqlar sinif rəhbərinin gəldiyini görüb səs-küyü kəsdilər. Nə etdilər? Səs-küyü kəsdilər. Kim səs-küyü kəsdi? Uşaqlar. Uşaqlar hansı səbəbə səs-küyü kəsdilər? Sinif rəhbərinin gəldiyini görüb. Ona görə səs-küyü kəsdilər. Cavabımız E bəndi. Yəni burada feili bağlama, feili birləşmə yəni. Səbəb bildirir E bəndi. Hansı feili birləşmənin tabi tərəfi, yəni birinci tərəf adlı qaldı olan ismlə ifadə olunmuşdur. Dağ çapan aslı tərəf, yəni birinci tərəf dağ ismi ilə ifadə olunub. Meyvə yemək aslı tərəf bax, dağ çapanda dağ ismi ilə ifadə olunub, amma adlı qaldı deyil. Çünki əgər mən nə sualına cavab verən sözü onun sözü ilə əvəzləyə bilsəm, deməli nə sualına cavab verən söz təsirli qaldadır. Baxın, dağ nə sualına cavab verdi? İndi mən nə sualına cavab verən dağ sözünü onu ilə əvəz eləyə bilməli. Görüm əvəz eləyə biləcəm. Onu çapan. Əvəz elə bildiyimə görə burada dağ sözü adlı qaldı yox, təsirli qaldadır. Yəni burada feili birləşmənin asıl tərəfi adlı qallı isim yox, təsirli qallı isimlə ifadə olunub. Ona görə A bəndi getdim. Meyvə yemək. Bu da feili birləşmədir, çünki əsas tərəfi məslərlə ifadə olunub və görək indi onun asıl tərəfi meyvə adlı qallı olan isimlə ifadə olunub. Onu yemək. Onu ilə əvəz elədiyimə görə meyvə təsirli qaldadır. B-də getdi. Gözləri yaşaranda. Yaşaranda andan da feili bağlama şəkilsi olduğuna görə gözləri yaşaranda feili birləşmədir və bu gözləri yaşaranda feili birləşmənin asıl tərəfi gözləri sözü. Görək indi təsirli qaldadır yoxsa adlı qaldadır. Məsələn, onu yaşaranda deyə bilərəm, deyə bilmərəm. Deməli bu təsirli qalda deyil, adlı qaldadır. Cavabımız C bəndi. Sonra hansı cümlədə feili birləşmə var? Hansı cümlədə feili birləşmə var? Son günlər sərhəddə sakitlikdir. Nədir sakitlik xəbər? Harada sərhəddə zərflik. Nə zaman son günlər? Bu da zərflik. A bəndə 7. Yeni 5 mərtəbəli binalar çox gözəldir. Nədir? Gözəldir. Xəbər. Nə binalar? Mübtada hansı binalar? 5 mərtəbəli binalar. Hansı binalar? Yeni binalar. Burada ümumiyyətlə feili birləşmə yoxdur. Bax, biz yeni salınmış qəsəbədə yaşayırdıq. Nə edirdik? Yaşayırdıq xəbər. Kim yaşayırdı? Biz. Mübtada. Harada? Qəsəbədə zərflik. Hansı qəsəbədə? Yeni salınmış. Bu isə təyindir. Və təyinimiz nəyə ifadə olunub? Salınmış feil sifət şəkilsidir. Salınmış sözü feil sifət şəkilsi qəbul etmiş. Salınmış sözü özündən əvvəlki yeni sözünü özünə tabe edib bütövlükdə hansı suala cavab verib? Bir suala cavab verib və beləliklə tərkib yaradıb. Yəni feil sifət tərkibi, yəni feili birləşmə. Çünki məsdər feil sifət, feili bağlama tərkibləri ilə feili birləşmə deməkdir. Cavabımız D bəndi. 26-cı sual. Hansı cümlədə feili birləşmə işlənmişdir? Feili birləşmə işlənmişdir. Kitab-ı Dədə Qorqud dastanı türk dilli xalqların ortaq abidəsidir. Baxın. Xalqların ortaq abidəsidir xəbər. Nə? Kitab-ı Dədə Qorqud dastanı mübtada. Hansı xalqların? Türk dilli xalqların. Bu da təyin. Burada feili birləşmə yoxdur. Koroğlu dastanı ismi birləşmədir. Xalqların ortaq abidəsidir. Bu da ismi birləşmədir. A bəndi getdi. Oxumaq yalnız sizi yox, ətrafınızı da dəyişər. Oxumaq nə? Oxumaq mübtada, kimi sizi tamamlıq. Burada heç feili birləşmə şəkilsi yoxdur. Ona görə oxumaq da, baxın, məsdərdir, amma tərkib deyil. Tərkib olsaydı özündən əvvəl söz gələrdi. Heç bir söz gəlmədiyinə görə tərkib yaratmayıb. Uşaqlıqda gəzdiyim yerləri yenə gəzmək istərdim. Nə edirdim? Gəzmək istərdim. Nəyi? Nəyi gəzmək istərdim? Uşaqlıqda, baxın, yerləri gəzmək istərdim. Nəyi? Yerləri, tamamlıq. Hansı yerləri? Uşaqlıqda gəzdiyim. Bu isə hansı sualına cavab verdiyinə görə təyindir. Və təyinimiz nə ilə ifadə olunub? Dığı deyilən şəkilsidir, feil sifət şəkilsidir. Feil sifət şəkilsi qəbul etmiş gəzdiyim sözü özündən əvvəlki uşaqlıqda sözünü özünə tabe edib, bütövlükdə bir suala, hansı sualına cavab verərək tərkib yaradıb. Hansı yerlər uşaqlıqda gəzdiyim? Yəni burada uşaqlıqda gəzdiyim feili birləşmədir. Və feili birləşməmiş, feili sifət, yəni tərkibli feili birləşmədə. Yəni bunun əsas tərəfi feil sifətdən ifadə olunub. Cavabımız C bəndi. Nümunənin birinci tərəfi birindədir. Əsas tərəf indiki zaman mənalı feili sifətlə ifadə olunan birləşmə mübtada vəzifəsindədir. Keçmiş zaman mənalı feili sifətlə ifadə olunan birləşmə isə xəbər vəzifəsindədir. Burada baxın, jurnalda dərc olunan deməli, jurnalda dərc olunan sənin yazdıqlarındır. Nədir? Sənin yazdıqlarındır. Sənin yazdıqların.
xəbər, nəşsənin yazdıqlarında jurnalda dərc olunan, bu da mübtada. İndi dərc olunan anəm fe'l sifət şəkilçisidir. Yəni fe'l sifət şəkilçisi qəbul etmiş söz özündən əvvəlki sözü özünə tabe edib və tərkib yaradıb və nə sualına cavab verdiyinə görə də mübtada rolunda çıxış edib. Sənin yazdıqlarında da deməli dıqdiq fe'l sifət şəkilçisidir. Özündən əvvəlki sənin sözünü özünə tabe edib, bu da tərkib yaradıb və nədir sualına cavab verdiyinə görə xəbər vəzifəsindədir. İndi anəm fe'l sifət şəkilçisi hər zaman indiki zaman məzmunlu olur. İndiki zaman. Amma dıqdiq fe'l sifət şəkilçisi isə keçmiş zaman məzmunlu olur. Ona görə mübtədamız indiki zaman məzmunlu fe'l sifətlə ifadə olunub. Xəbərimiz isə keçmiş zaman məzmunlu fe'l sifət tərkibi ilə ifadə olunub. Yəni mübtədamız indiki zaman məzmunlu fe'l sifət tərkibi ilə ifadə olunub. Xəbərimiz isə keçmiş zaman məzmunlu fe'l sifət tərkibi ilə ifadə olunub. Cavabımız C bəndi. Tərkib deməli hissələri verilənlərə uyğun gəlməyən söz birləşməsini müəyyən edək. Baxın, fe'li bağlama ilə fe'li sifət birləşsin. Gülə-gülə fe'li bağlamadır, danışanda fe'li sifətdir. A bəndi getdi. Sadə isimlə fe'li sifət birləşsin. Vətəni sadə isimdir, sevən fe'li sifətdir. Sonra mürəkkəb zərflə fe'li deməli, düzəltmə zərflə fe'li bağlama birləşsin. Düzəltmə zərflə fe'li bağlama birləşsin. Bərkdən düzəltmə zərfdir. Qışqıranda fe'li bağlamadır. Sonra mürəkkəb zərflə fe'li bağlama işlənsin. Mürəkkəb zərflə. Dalbadal mürəkkəb zərfdir. Düzüldükcə fe'li bağlamadır. Hamısına aid nümunə var. Bir dənə D bəndində. Yuxarı qalxanda buna aid nümunə yoxdur orada. Yəni ona aid düstur yoxdur, belə deyək. Çünki yuxarı sadə zərfdir. Qalxanda isə sadə fe'li bağlamadır. Elə bir düstur yoxdur. 29-cu sual. Tərkib hissələri verilənlərə uyğun gəlməyən söz birləşməsi müəyyən edək. Fe'li bağlama ilə fe'li sifətə uyğun gələn tələsə-tələsə fe'li bağlamadır. Danışan fe'li sifətdir. Çünki A şəkilçisi fe'li bağlama şəkilçisi, danışan ana şəkilçisi fe'li sifətdir. Ona görə buna uyğun var. C bəndi getdi. Düzəltmə zərfinə fe'li bağlama. Ucadan düzəltmə zərfdir. Dandan zərf düzəldən şəkilçisi. Oxuyarkən, arkankən fe'li bağlama şəkilçisidir. Oxuyarkən də fe'li bağlamadır. Deməli, buna da aid nümunə var. Sonra sadə isimlə fe'li sifət. Sadə isim, kətdə sadə isimdir. Yaşayan fe'li sifətdir. Ona görə B-də getdi. Sadə isimlə mürəkkəb zərflə fe'li bağlama. İlbəil mürəkkəb zərfdir. Artdıqca da fe'li bağlamadır. Buna aid nümunə var. Amma A bəndinə uyğun nümunə yoxdur. Çünki A bəndi aşağı sadə zərfdir, enəndə sadə fe'li bağlamadır. 30-cu sual. Hansı cümlədə fe'li sifət birləşməsi məsdər tərkibinin asıl tərəfi kimi çıxış etmişdir? Bax, fe'li sifət məsdərin asıl tərəfi kimi çıxış edib. Bulaqdan su içmək istəyən uşaqları bir gürültü diksindirdi. Nə etdi? Diksindirdi xəbər. Nə diksindirdi? Gürültü mübtada. Kimi diksindirdi? Uşaqları, tamamlıq. Hansı uşaqları? Bulaqdan su içmək istəyən. Bu isə təyin. Hansı uşaqları? Hansı uşaqları? Bulaqdan su içmək istəyən uşaqları. Bu fe'li sifət tərkibdir. Çünki sonun söz istəyən fe'li sifət şəkilçisidir. Bu fe'li sifət tərkibinin asıl tərəfi bulaqdan su içmək. Məsdər tərkibinə ifadə olunub. Burada isə bizdən deyir ki, fe'li sifət birləşməsi məsdər tərkibinin asıl tərəfi olsun. Məsdər fe'li sifətin asıl tərəfi olmasın. Və A bəndində məsdər fe'li sifətin asıl tərəfidir. Ona görə A-nı götürməyəcək. Sizin uğur qazandığınızı eşitmək bizim üçün çox xoşdur. Necədir? Xoşdur xəbər. Kim üçün? Bizim üçün. Tamamlıq. Nə bizim üçün çox xoşdur? Sizin uğur qazandığınızı eşitmək. Bu isə mübtada. Mübtadamız nə ilə ifadə olunub? Sonun söz məsdər şəkilçisi qəbul etdiyinə görə məsdər tərkibi ilə ifadə olunub. Yaxşı. Bu məsdər tərkibimizin asıl tərəfi nədir? Dığı nəyin şəkilçisidir? Fe'li sifət. Sizin uğur qazandığınız fe'li sifət tərkibi ilə ifadə olunub, yəni asıl tərəfi. Məsdər tərkibimiz sizin uğur qazandığınızı eşitmək məsdər tərkibidir. Mübtada rolunda çıxış edib. Və bu məsdər tərkibimizin asıl tərəfi sizin uğur qazandığınızdır. Yəni fe'li sifət tərkibi ilə ifadə olunub. Çünki dıqdıq şəkilçisi fe'li sifətdir. Yəni məsdər tərkibi fe'li sifət asıl tərəfi fe'li sifət tərkibi B bəndindədir. 31-ci sual. 31-ci sualda deyir, hansı cümlədə fe'li birləşməsi sintaktik vəzifəsi digərlərindən fərqlənir? Qohumlarımız şəhərə gələndə mütləq bizə qonaq olardılar. Nə edərdilər? Qonaq olardılar. Xəbər. Kim? Qohumlarımız qonaq olardı. Mübtada. Nə zaman? Şəhərə gələndə. Bax, zərflik. Özdə zaman zərfi. Zərflikdir də əsas. İlyas divara söykənmiş silahı götürərək
Darvazaya tərəf yönəldi. Nə etdi? Yönəldi. Xəbər kim? İlyas mübtada. İlyas necə, nə tərzdə darvazaya tərəf yönəldi? Deməli, divara söykənmiş silahı götürərək. Bu da zərflikdir. Bir tərəfə atdığın rezin təkərləri nəzərdən keçirən Saday nədənsə fikrə getdi. Nə etdi? Fikrə getdi. Xəbər kim? Saday mübtada. Hansı Saday? Bir tərəfdə atdığı rezin təkərləri nəzərdən keçirən Saday. Bütövlükdə təyindir və nə ifadə olunub? Keçirən anəm, feil sifət tərkibini ifadə olunub təyin vəzifəsindədir. Yuxarıdakı ikisində zərflik vəzifəsindədir. Bunda təyin vəzifəsindədir. Balaca Ayşənin atasını görəndə sevindi. Nə etdi? Sevindi. Nə zaman sevindi? Atasını görəndə. Bu da zərflikdir, zaman zərflidir. Bahar ağacın başına çıxanda qadının səs-küyünü eşitdi. Nə etdi? Eşitdi. Nə eşitdi? Qadının səs-küyünü nə zaman ağacın başına çıxanda. Bu da zərflikdir, feili bağlama tərkibi ilə ifadə olunur. Yəni bu da zərflikdir. Bir dənə təyin olan C bəndidir. Sonra 32-ci sual. Hansı cümlənin tərkibində iki feili birləşmə işlənib? Hansı cümlənin tərkibində iki dənə feili birləşmə işlənib? Kənarda dayanmış Sona xanım bizi görəndə yaxına gəldi. Nə etdi? Yaxına gəldi. Xəbər kim yaxına gəldi? Sona xanım mübtada. Nə zaman? Bizi görəndə. Feili bağlama tərkibi. Zaman zərfliyi mövqeyində çıxış edib. Hansı Sona xanım kənarda dayanmış? Bu da feil sifət tərkibi. Çünki mış feil sifət şəkilsidir. Görəndə də andəndə feili bağlama şəkilsidir. Ona görə bunlar özünə əvvəlki sözləri özlərinə tabi edib, nə edib? Tərkib yaradıb. Deməli, bu cümlənin tərkibində iki dənə feili birləşmə var. Biri feili birləşmənin feili sifət birləşməsidir. Biri isə feili bağlama birləşməsidir. Biri götürdük. Göyə ucalan alov ona baxanları vahimələndirdi. Nə etdi? Vahimələndirdi xəbər. Nə? Alov mübtada. Hansı alov? Göyə ucalan feili sifət tərkibi. Kimi vahimələndirdi? Ona baxanları. Bu da feil sifət tərkibi. Çünki ucalandakı anən də feil sifət şəkilsidir, baxanlardakı anən də feil sifət şəkilsidir. İkisində də feil sifət tərkibi işlənib. Yəni iki dənə feili birləşmə var. Və bu feili birləşmənin ikisi də feil sifət birləşmələrdir. Çünki əsas tərəfi feil sifətdən ifadə olunur. İkinci də götürdük. Yerə enən təyyarənin səsini uzaqdan eşidirdik. Nə edirdik? Eşidirdik nəyi? Təyyarənin səsini. Tamamlıq. Hansı təyyarənin yerə enən? Burada bir dənə feil sifət tərkibi var. Yəni bir dənə feil birləşmə var. Qalan yoxdur. Bayaqdan ağlayan uşaq anasını görəndə sakitləşdi. Nə etdi? Sakitləşdi. Xəbər. Kim sakitləşdi? Uşaq mübtada. Hansı uşaq? Bayaqdan ağlayan. Təyin. Təyinimiz nə ifadə olunub? Bayaqdan ağlayan anən. Feil sifət tərkibi ifadə olunub. Bayaqdan ağlayan. Çünki ikisi birlikdə hansı sualına cavab verdi. Nə zaman anasını görəndə? Bu isə feil bağlama tərkibidir. Çünki andəndə feil bağlama şəkilsidir. Özünə əvvəlki anası sözünü özünə tabi edib. Nə zaman sualına cavab verib və tərkib yaradıb. Yəni bu da feil birləşmədir. İki dənə feili birləşməmiz var. Bayaqdan ağlayan feil sifət birləşməsi, anasını görəndə feil bağlama birləşməsi. Dördü də götürdük. Qatar yerindən tərpənər-tərpənməz Səməd dayı vaqona mindi. Burada isə bir dənə tərkib var. Nə etdi? Mindi. Xəbər kim? Səməd dayı mübtada. Nə zaman? Qatar yerindən tərpənər-tərpənməz. Bu da zaman zərfli idi ki, feili bağlama tərkibini ifadə olunub, yəni feil birləşmədir. Bir dənə feil birləşmə var. Cavabımız 1, 2 və 4. 33-cü sual. Əsas tərəfinə görə uyğunluğu müəyyən edək. Əsas tərəfin məstərinə ifadə olunan. Əsas tərəfinə baxıram. Özdə feili birləşmə olsun. Məsələn, seyr etməkdə də əsas tərəf məstərinə ifadə olunub, amma feili birləşmə deyil. Ona görə B-ni götürmürəm. Qatara minmək. Əsas tərəfin məstərinə ifadə olunub, feili birləşmədir. 1-lə C. Başqa məstər tərkibi yoxdur. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə. Göyləri seyr edəndə bu yox. Bu da, baxın. Deməli, tapşırıqları yerinə yetirmiş. Əsas tərəf feil sifət şəkildə ifadə olunduğuna görə feili sifət tərkibidir. Yəni feili birləşmədir. Feil sifət tərkibi feili birləşmə. 2-lə E. Sahildə gəzdikdə əsas tərəf feili bağlama ilə ifadə olunduğuna görə feili bağlama tərkibidir. Feili bağlama tərkibli feili birləşmədir. D. Və göyləri seyr edəndə əsas tərəf feili bağlama şəkildə ifadə olunduğuna görə feili bağlama tərkibli feili birləşmədir. D-A. 1C, 2E, 3D-A. 34. Uyğunluğu müəyyən edin. Məstər tərkibi. Feil sifət tərkibi, feili bağlama tərkibi. Qızım, anana xəbərdarlıq etməyi sənə tapşırıram. Tapşırıram. Nə edirəm? Tapşırıram. Xəbər. Nəyi sənə tapşırıram? Anana xəbərdarlıq etməyi tamamlıq. Və tamamlığımız nəyinə ifadə olunub? Anana xəbərdarlıq etmək, məstər tərkibi nə ifadə olunub? 1-lə A. Başa düşəndə artıq gec olacaq. Necə olacaq? Gec olacaq. Xəbər.
Nə zaman artıq gözlə? Başa düşəndə. Bu anda əndə feili bağlama şəkilçisidir. Burada anda əndə feili bağlama şəkilçisidir. Başa düşəndə. Amma feili bağlama tərkibi deyil, çünki başa düşəndə frazoloji birləşmədir. Ona görə onu götürmürük. Ata oğlunu evindən getmədən görmək istərdi. Nə edirdi? Görmək istərdi. Xəbər. Kim görmək istərdi? Ata, mübtada. Oğlunu necə görmək istərdi? O evindən getmədən. Zərflik. Zərfliyimiz nə ilə ifadə olunub? Madan mədən feili bağlama tərkibini. 2 ilə C. 2 ilə C. Sonra evə çatar-çatmaz telefonun zəng çaldı. Nə etdi? Zəng çaldı. Xəbər nə zaman evə çatar-çatmaz feili bağlama tərkibidir. Deməli armaz-ərməz D bəndi ona görə. Səf-səf yığılmış tayalar göz oxşar. Nə edir? Göz oxşardır. Xəbər nə? Tayalar mübtada. Hansı ilə səf-səf yığılmış? Feil sifət tərkibinə ifadə olunub. Mış-mış çünki feil sifət şəkilçisidir. E bəndi. E bəndi. Deməli 1A, 2E, 3C'dir. Sonra 35-ci sual. Cümlədə işləmiş feili birləşmələri növlərinə görə müəyyənləşdirin. Çox irəli getmək təhlükəli idi. Necə idi? Təhlükəli idi xəbər. Nə təhlükəli idi? Çox irəli getmək mübtada. Çox irəli getmək mübtada. Baxın burada maqmaq ifadə olunub. Yəni əsas tərəfi məstərlə ifadə olunub. 1 ilə A. Ənvər gecələr göydəki parlaq ulduzlar seyr edirdi. Nə edirdi? Seyr edirdi xəbər. Kim Ənvər mübtada? Nəyi? Ulduzlar tamamlıq. Hansı ulduzlar? Parlaq ulduzlar, hansı ulduzlar? Göydəki ulduzlar nə zaman gecələr? Heç burada tərkib yoxdur. Ona göndərdiyim məktub vaxtında çatdı. Nə etdi? Çatdı xəbər. Nə vaxtında çatdı? Məktub mübtada. Hansı məktub ona göndərdiyim? Bu da hansı sualına cavab verdiyinə görə təyin. Və təyinimiz nə ilə ifadə olunub? Dığı deyil. Feil sifət tərkibi ilə ifadə olunub. 2 ilə C. Qız işığı yandıranda qapı açıldı. Nə etdi? Qapı açıldı. Açıldı xəbər. Nə açıldı? Qapı açıldı. Mübtada. Nə zaman qız işığı yandıranda? Feili bağlama tərkibinə ifadə olunub və feili bağlama tərkibinə ifadə olunub. Andan çünki feili bağlama şəkilçisidir. 3 ilə D. Bu qayğılar içində şeir yazmaq hünərdir. Nədir? Hünərdir xəbər. Nə hünərdir? Şeir yazmaq mübtada. Şeir yazmaq maqmaq nə ifadə olunub? Məstər ifadə olunub. 1 EA, 2 C, 3 D. 36-cı sual. Cümlələrdə işlənmiş feil birləşmənin növlərini müəyyən edək. Evində səliqə sahman yaratmaq hər bir qadının borcudur. Nədir? Qadının borcudur. Xəbər. Nə hər bir qadının borcudur? Evində səliqə sahman yaratmaq mübtada. Mübtadamız nə ilə ifadə olunub? Maqmaq. Məstər tərkibi ilə ifadə olunub. Yəni məstər birləşməsidir. 1 ilə A. İçəri daxil olmuş tələbəyə çıxış üçün söz verildi. Nə etdi? Söz verildi xəbər. Kimə? Tələbəyə tamamlıq. Hansı tələbəyə? İçəri daxil olmuş, mış. Feil sifət tərkibi. İçəri daxil olmuş feil sifət tərkibidir. 2 ilə B. Kral qayıqdan düşərkən əli yerə dəyib quma batdı. Nə etdi? Quma batdı. Xəbər. Batdı. Nə etdi? Batdı. Nəyə? Quma tamamlıq. Necə nə tərzdə? Əli yerə dəyib. Bu feili bağlama tərkibidir. Feili bağlama şəkilçisi olduğuna görə feili bağlama tərkibi işlənib. C bəndi. Vətən yolunda şəhid olmaq hünərdir. Nədir? Hünərdir. Xəbər. Nə hünərdir? Vətən yolunda şəhid olmaq mübtada. Mübtadamız nə ilə ifadə olunub? Maqmaq. Məstər tərkibindən. D bəndi. Qəbul edilmiş qərar ədalətlidir. Necədir? Ədalətlidir. Xəbər. Nə qərar? Mübtada. Hansı qərar qəbul edilmiş? Bu da təyin. Təyinimiz nə ilə ifadə olunub? Mış. Feil sifət tərkibindən. Yəni 1 AD, 2 BE, 3 C. 37-ci sual. Qaranlıqda azaraq yolumuzu itirdik. Xəbər. Necə nə tərzdə yolumuzu itirdik? Qaranlıqda azaraq. Ara qərək feil bağlama tərkibi. 1 ilə A. Kəndə gedən cığıra özümüzü yetirdik. Nə etdik? Yetirdik xəbər. Kimi özümüzü tamamlıq. Nəyə cığıra? Tamamlıq. Hansı cığıra? Kəndə gedən anən feili sifət tərkibi. 2 ilə B. Mən yuxudan duranda anam süfrə açar. Nə edərdi? Açardı kim? Anam. Nə zaman? Mən yuxudan duranda
Andan da fe'li bağlama tərkibi. C bənd 3-nə. Andan da fe'li bağlama tərkibidir bu. Deməli, 1-də də fe'li bağlamadır. Bəli, fe'li bağlama ara gələk çünki 3-də də, yəni C-də də fe'li bağlamadır. A-də də fe'li bağlamadır, C-də də fe'li bağlamadır. B-də isə kəndə gedən fe'li sifətdir. Orada bitən gülləri evimizə gətirdik. Ne etdik? Gətirdik. Nəyi? Gülləri tamamlıq. Hansı gülləri? Orada bitən. Anəm fe'li sifət şəkilsidir. Fe'li bağlamadır. Yəni fe'li sifətdir də D. 2 ilə də D. Elm öyrənmək asandır. Necə də asandır? Nə elm öyrənmək? Maqmaq məstər olduğuna görə məstər tərkibidir. Bu isə E. Deməli 1CA, 2DB, 3E. 38-ci sual. Məstər tərkibi, fe'li sifət tərkibi, fe'li bağlama tərkibi. 10 ömrə, 100 ömrə dəyişmərəm heç. Burada heç nə yoxdur. Dərinə boy verən qısa bir ömrü. Nə ömrü? Hansı ömrü? Qısa ömrü. Hansı ömrü? Dərinə boy verən ömrü. Boy verən anəm fe'li sifət şəkilsidir. Deməli, fe'li sifət tərkibidir. A. Yaradan uğrunda ölməyə gəldik. Ne etdik? Gəldik. Nəyə gəldik? Yaradan uğrunda ölməyə. Maqmaq məstər şəkilsidir. Demək, məstər tərkibidir. 1-lə B. Candır ağa faytonçuya göz altı baxıb onun sözünü kəsdi. Ne etdi? Onun sözünü kəsdi. Xəbər bütövlükdə. Kim kəsdi? Candır ağa. Candır ağa necə, nə tərdə onun sözünü kəsdi? Faytonçuya göz altı baxıb. Übib fe'li bağlama şəkilsi olduğuna görə fe'li bağlama tərkibi. C. Sonra qəlbi sızladırdı birdən sən dərsə gəlməyəndə. Qəlbim sızladı birdən. Sən də nə zaman? Sən dərsə gəlməyəndə. Andan da fe'li bağlama şəkilsidir. Ona görə fe'li bağlama tərkibidir. Deməli, həm də D-də fe'li bağlamaya aiddir. Axşam olanda çayın kənarına gələrdik. Ne edərdik? Gələrdik nə zaman? Axşam olanda. Hə. Bu fe'li birləşmə deyil. Çünki olmaq yarım müstəqilli tərkibi yaratmır. Fe'li bağlama deyil, amma fe'li bağlama tərkibi deyirlər. Çünki olmaq yarım müstəqilli deyil. Ona görə olmaz. Deməli 1B, 2A, 3C'dir. Bu formada. 39-cu sual. Məstər tərkibi, fe'li sifət tərkibi, fe'li bağlama tərkibi. Kitab oxumaq. Baxın, məstər tərkibi. Çünki əsas tərəfi məstərlə ifadə olunur. 1A. Oxumağın faydası. Burada əsas tərəfi adılan ifadə olunduğuna görə məstər fe'li və fe'li bağlama tərkibinin heç birisi deyil. Güllərlə bəzənmiş, müşmüş məstər şəkilsidir. Fe'li sifət şəkilsidir deyə fe'li sifət tərkibidir. 2-lə C. Şeir deyəndə andan da fe'li bağlama şəkilsidir deyə fe'li bağlama tərkibidir. D. Oxuyanların çoxu. Devam edirik müəllimlər. Deməli, şeir deyəndə. Bu ondan da fe'li bağlama şəkilsi olduğuna görə fe'li bağlama tərkibidir. Sonra oxuyanların çoxu. Bunun əsas tərəfi adılan ifadə olduğuna görə bu fe'li birləşmə deyil. Deməli, 1A-dır, 2C-dir, 3-də D-dir. Və 40-cı sonuncu sualın izahını deyirəm. Uyğunluğu müəyyən edin. Əsas tərəfi məstərlə ifadə olunan fe'li birləşmə, kitabları almaq. Əsas tərəfi məstərlə ifadə olunan fe'li birləşmədir. 1-lə A. İndi əsas tərəfi fe'li sifətlə fe'li bağlama ilə ifadə olunan fe'li birləşməni tapmalıyıq. Məsələn, gələnlərin əşyaları əsas tərəfi adılan ifadə olduğuna görə bu fe'li birləşmə deyil. Uzaqda görünən əsas tərəfi anəm fe'li sifətlə ifadə olduğuna görə uzaqda görünən fe'li sifət tərkibli fe'li birləşmədir. 2-lə C. Mahnı oxuyanda əsas tərəfi fe'li bağlama tərkibinə ifadə olunduğuna görə fe'li bağlama tərkibli fe'li birləşmədir. 3-lə D. Getməyin nəticəsi əsas tərəfi adılan ifadə olduğuna görə bunlar fe'li birləşmə deyil. Deməli 1A, 2C, 3D. Bu formada.